İstefa arizası yazmışsınız. Bir Heydər Əliyev Moskvaya gedəndən sonra buradakı belə deyək, əvvəlki sadiq nökərlərin ona dönük çıxdığı bir vaxtda və Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra, yəni bu yaxında, indiki vaxtda, yəni ki sizin fəaliyyətinizin ən gözəl bir dövründə. Niyə? Bilirsinizmi? Heydər Əliyev Moskvaya gedəndən sonra özünüz bilirsiniz ki, Bakıda hökmranlığı ikinci katib, Rusiyadan göndərilmiş ikinci hakim edirdi. Kanavalov. Və məsələn, Heydər Əliyev güclü şəxsiyyət idi. İkinci katiblər ona bata bilmirdilər. Üstəlik də Heydər Əliyevin Brejnevlə gözəl əlaqələri, Andropovla gözəl əlaqələri məlum idi. Evet. Lakin ondan sonra gələn, deməli, birinci katib gözəl insan idi Kamran Bağırov. Mən onun haqqında gözəl sözlər deyirəm. İnsani xüsusiyyətləri çox gözəl səviyyədə idi. Lakin o CK KPSS-in və ikinci katibin təzyiqinə dözə bilmirdi. Mənim isə tarixən elə gətirmişdi ki, ikinci katiblərlə əlaqələrim çox pis idi. Heydər Əliyevin vaxtında olan ikinci katib Pugaçov bir dəfə mənə təklif etdi ki, sən gəl, bu Rus dram teatrında texniki bir işçi idi. Pugaçov teatra gələndə onun paltosunu tutardı. Ona Azərbaycanın əməkdar incəsənət xadimi adını ver, siyahıya sal. Mən imtina etdim. Başa saldım ki, əgər biz bunu etsək, deməli biz Anarı, Rüstəm İbrahimbəyəvi, Maqsud İbrahimbəyəvi devalvasiya edərik, ona bərabər edərik. Mənə cavabı bu oldu ki, sən millətçisən. Əgər sən mənim dediyimi yerinə yetirmirsən, mən Mərkəzi Komitəsinin bürosuna sənin haqqında rəsmi bir məktub göndərirəm. Çox gözəl ittihamdır. Hə? Gözəl ittihamdır. Mən bunun aqibətini gözəl başa düşdüm. Sözümdən də çəkinmək istəmirdim. Onda o dəqiqə birbaşa telefonla birinci katibə zəng vurdum, hörmətli Heydər Əliyevə. Dedim, vəziyyət belədir. Nə edim? O da çox ağıllı bir məsləhət gördü. Dedi, sən get Rus dram teatrından bir uzun müddət işləmiş texniki bir işçini tap. Ona biz Azərbaycanın mədəniyyət işçisi adını verək, siyahıda qoyun, Rus familiyası getsin. Mən də getdim 1924-cü ildən Rus dram teatrında işləyən bir Partnixo var idi. Onun adını siyahıya saldım. Pugaçov mənim haqqımda güclü şikayət edəndən sonra Heydər Əliyev onun ağzından vurdu. Dedi ki, siyahıda Rus da var, Azərbaycanlı da var, sənin ittihamların yersizdir. O gündən sonra mənimlə qanlı düşmən oldu, mənlə salamlaşmırdı. Lakin Heydər Əliyevin vaxtında onun əli bağlı idi. Sonra Kanavalov gəldi. Kamran Bağırovun vaxtında. Onda vəziyyət dəyişmişdi. 95-ci ildən sonra Qarbaçov Heydər Əliyevin əleyhinə kampaniya aparırdı. Göstəriş vermişdi Kanavalova, Mərkəzi Komitəyə. Və keçmiş, deməli, yaltaqlar indi Heydər Əliyevə kompromat yığmağa başlamışdılar. Küllü miqdarda kompromat və s. Hamısı Kanavalovun başına dolanırdı. Mən bunu etmirdim. Kamran Bağırovun da mənə münasibəti şəxsən yaxşı idi. 2 illik, 2-də biz bir yerdə olanda mənə heç bir irad tutmurdu. Amma Kanavalovun xoşuna gəlmək üçün o müxtəlif iclaslarda birdən yersiz mənimlə göbut rəftar etməyə başladı. Bəli. Mən də Moskvada Xarici İşlər Nazirliyində mənim gözəl əlaqələrim ömürlük qalmışdır. Mən hesab edirəm, indi də qalıbdır, baxmayaraq mənim mövqelərimə. Mən müraciət etdim ki, mənə bir yer tapın, mən buradan getmək istəyirəm. Yer tapılandan sonra mən Kamran Bağırovun yanına gəldim. Bir söz demədən dedim ki, mən diplomatam, yenə də diplomatik işimə qayıtmaq istəyirdim. Dedi, çox gözəl iş görürsən. Sözsüz ki, mənə Əlcəzairə getmək çox ağır idi. Mənim ailəm, məsələn, hazır deyildi Əlcəzairə getmək. Mən məcbur oldum qızımı Azərbaycanda qoyum. 17 yaşlı qızımı xəstə anamla burada qoymalı oldum. Ondan sonra yoldaşımın ürəyi bir yandan qızımın yanında idi. Məsələn, uşaqla, o diplomat arvadı kimi mənim həmişə möhkəm arxam olubdu. Yəni, mən onu sürgün hesab edirəm. Biz o sürgünə getdik. Ailə parçalanmış vəziyyətində və s. Mən çox xoşbəxtəm ki, yanvar hadisələrində mən, məsələn, gəlib Mərkəzi Komitənin üzvü kimi burada olmamışım. Çünki mənim ürəyim partlayardı ona məsuliyyət daşımağa. Çox ağır bir cinayət olubdur və mən hesab edirəm ki, ondakı Mərkəzi Komitə sözsüz ki, mənəvi cəhətdən buna məsuliyyət daşıyır. Buna əleyhinə çıxmadığına görə. Siz ikinci ərizəni yazdınız. Yəni o birinci ərizə adını istefa qoymayaq, amma hər halda siz getdiniz. Bəli. Özünüz getdiniz. Mən özüm getdim, diplomatik işə getdim. Və artıq Heydər Əliyevin hakimiyyətdə olanda, yəni indiki bir vaxtda ki, Heydər Əliyev hakimiyyətdə də yenə də
getdiniz? Düzdür, mən 7 İstefanızı il yazdınız. olduqca, deməli 93-dən 99-a qədər mən hesab edirəm ki, olduqca səmərəli işləmişəm. Bu 7 ildə mən bir, nə cür deyim, siyasi fiqura kimi formalaşmışam. Məni rəyimlə, məsələn, qərbdə də hesablaşırlar, şərqdə də hesablaşırlar, reytingim yüksəkdir. Ələxsus mənim reytingim öz ölkəmdə lazımı qədər yüksəkdir və mən başa düşdüm ki, mən, məsələn, müstəqil bir politoloq kimi bundan da artıq və bundan da effektli xidmət edə bilərəm. Çünki komandanın üzvü olmaq o deməkdir ki, sənin əl-ayağın deməli bağlıdır. Sən komandanın apardığı yalnız xətlə gedə bilərsən. Mənim indiki vəziyyətimdə, məsələn, mən bütün bu Azərbaycanın təhlükələri barəsində daha açıq, daha aydın danışa bilərəm. Və həqiqətən də siz gündə qəzetlərdə bunu oxuyursunuz. Yəni bu komandanın üzvü olan vaxtda mümkün değildi. Bəli. Komandanın üzvü olan vaxtda bunları söyləmək mümkün değildi. Bilirsinizmi, hər komandanın üzvü sözsüz ki, necə Sovet vaxtında idi, elə indi də elədir. Bu hər dövlətdə də belədir. Məsələn, müəyyən xətlə getməlidir. Məsələn, mən çox şadam ki, mən bu dövrdə Xarici İşlər Naziri olmamışam. Çünki Xarici İşlər Naziri kimi mənim verdiyim bəyanatlar mümkün değildi.